Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən şəxs saxlanılıb. Stop Narkotikas xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı törədilən kiberdələduzluq faktı ilə bağlı əməliyyat tədbiri həyata keçirilib. Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatova saxlanılıb. Araşdırmalarla Bünyatovanın özünü bank əməkdaşı kimi təqdim edərək 070 767 56 96 077 351 95 76 070 935 75 65 077 104 44 08 077 349 96 82 və digər nömrələri, eləcə də TikTok platformasında Asturan 83, Turanbank alt xət az, Azeturanbank və Kredi Agro adlı səhifələr vasitəsilə vətəndaşlara kredit veriləcəyi vədi ilə 50 yaxın şəxsi aldadaraq talama əməlləri törətdiyi müəyyən olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.